Salam uşaqlar, bugün mən sizə sayı izah edəcəm. Qeyd edim ki, ən çox milli sözlərdən ibarət olan nitq hissələrimizdən biri də saydır. Say əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə deyilir. Sayın sualları neçə, nə qədər, neçənci və bəzən hansı sualına da biz indi sayın növlərini keçəndə görəcəyik ki, hansı sualına cavab verən sayın hansı növdür, hansı sualına cavab verir. Saylar qeyd etdiyimiz kimi əsasən milli sözlərimizdən ibarət olur. Say və sifətin bir sıra oxşar xüsusiyyətləri var. Qeyd edək ki, bəzən şairlər sayla sifəti qarışdırırlar. Çünki hər ikisi isimdən qabaq işlənir. İsmə aid olduqları üçün onları fərqləndirməkdə çətinlik çəkirlər. Qeyd edim ki, sayla sifətin oxşar xüsusiyyətlərini biz qeyd edə bilərik. Hər ikisi isimlə bağlı olmağı, hər ikisi isimləşə bilirlər, cümlədə yəni substantivləşə bilirlər, hər ikisi ədədlərlə işlənə bilirlər, hər ikisi aid olduğu isimdən əvvəl işlənir, hər ikisi quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilirlər. Hər ikisi cümlədə əsasən təyin vəzifəsinə çıxış edirlər, lakin digər cümlə üzvləri vəzifəsinə çıxış edə bilirlər. Hər ikisinin də ortaqlı sualı olan hansı sualı vardır? Bu, sayla sifətin oxşar cəhətləridir. Sayla sifətin fərqli xüsusiyyətlərini isə biz deyə bilərik ki, sifət əşyanın əlamətini və keyfiyyətini bildirir, say isə əşyanın miqdarını və sırasını bildirir. Düzəltmə saylar əsasən sayın özündən yaranır, düzəltmə sifətlər isə müxtəlif nitq hissələrindən yarana bilir. Saylardan sonra gələn isimlər adətən cümlədə cəmlənə bilmir, sifətdən sonra gələn isimlər isə cəmlənə bilirlər. Bu da sayla sifətin fərqli xüsusiyyətləri kimi qeyd edə bilərik. Qeyd edeyim ki, bir isimdən sonra, daha doğrusu bir isimdən əvvəl say və sifət gələrsə, birinci biz sayı qeyd edirik. Məsəl üçün, 3 gözəl qız. Burada hər iki söz də ismə aiddir. Lakin birinci say işlənib, sonra sifət işlənib, daha sonra isə isim işlənib. Biz gözəl 3 qız belə demək doğru çıxmır. Sayın quruluşçu növləri. Saylar quruluşça 3 yerə ayrılır. Sadə, düzəltmə və mürəkkəb saylar. Sadə saylar yalnız bir kökdən ibarət olur. Misal üçün az, çox, 5 və s. Düzəltmə saylar isə say düzəldən şəkilçiləri yadda saxlamaq çox rahatdır. Məhdud saydadır. Cəmi 5 dənə leksik say düzəldən şəkilçilər var. Qeyd edim ki, saylar elə sayın özündən yaranır. İstisna 1-2 dənə sözümüz var. Onları da qeyd edəcəm. Say düzəldən şəkilçilər ıncı üssü 4. Miqdar saylarının üzərinə indi biz sıra sayını keçəndə deyəcəyik. Miqdar saylarının üzərinə ıncı şəkilçisi artırmalı sıra sayı yaranır. Lu, misal üçün ıncı deyim, tutaq ki 5-ci. Lu, çoxlu. Acıq, azacıq. Sonra larla. Misal üçün onlarla və larca, minlərcə. Çox az saydadır, çox rahatdır. Deməli, bunlar say düzəldən leksik şəkilçilərdir. Və qeyd edeyim ki, saylar biz bayaq qeyd etdik ki, sayın özündən yaranır. Lakin filan əvəzi və son, axır sözlərində üzərinə biz deməli ıncı şəkilçisi artırmaqla düzəltmə saylar yaradır. Filanıncı, sonuncu, axırıncı formasında işlədirik. Mürəkkəb saylar. Mürəkkəb saylar 2 və daha artıq sözün birləşməsinə yaranır. Qeyd edim ki, mürəkkəb saylar ya def 2 formada yazılır, ya defislə, ya da ayrı. Bitişik yazılan mürəkkəb sayı yoxdur. Misal üçün tutaq ki, 15 ayrı yazıldı. 3, 4 defislə yazıldı.
Bu da oldu mürəkkəb saylar. Sayın mənacı növləri. Sayın mənacı iki növü var. Birinci miqdar sayları. Miqdar sayları. Miqdar sayları özləri də deməli 3 yerə ayrılır. Qeyd edim onları da. Müəyyən miqdar sayları, qeyri müəyyən və kəsir saylar. İkinci sıra saylarıdır. Gəlin indi bunlara bir-bir aydınlıq gətirək. Nədir müəyyən deməli miqdar sayları və kəsir sıra sayları nədir? Adətən uşaqlara sual verəndə bəzi uşaqlar qeyd edirlər, sayın mənacı 3 növ var, qarışdırmırıq. Miqdar saylarının 3 növü var, müəyyən, qeyri-müəyyən və kəsir saylar. Sayın isə mənacının 3 növü var deyilsə, deyəcəyik ki, sayın mənacı 2 növ var, müəyyən miqdar sayları və sıra sayları. Müəyyən miqdar saylarda qeyd etdik ki, 3 yerə ayrılır. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsir saylar. Müəyyən miqdar sayları adından da bəlli olduğu kimi əşyanın konkret miqdarını bildirir. Misal üçün deyirəm 10 qız. Yəni konkret qızların sayı bəllidir. Müəyyən miqdar sayları neçə və nə qədər suallarına cavab verir. Müəyyən miqdar sayları quruluşca sadə və mürəkkəb olur. Düzəltmə müəyyən miqdar sayı yoxdur. Müəyyən miqdar saylarından sonra gələn isimlər adətən təkdə olur, cəmlidə olmur. Qeyd edim ki, dilimizdə 23 sadə müəyyən miqdar sayı var. Lakin bəzən müəyyən miqdar sayından sonra da gələn sözlər cəmdə işlənə bilər. Bu hansı hallarda olur? Milyondur, milyon, il, sonra tutaq ki, daha doğrusu il, gün, ay, qərinə tipli sözlər milyon, min, 100, 10 bu tipli saylardan sonra işlənəndə, yəni zaman məzmunu isimlər işlətdikdə biz onu cəmdə işlədə bilirik. Misal üçün deyirəm milyon illər. İllər. Sonra deyə bilərik min illərlə və s. kimi. Bu hal yəni yanlışlıq deyil, doğrudur. Bu formada yəni istisna kimi belə deyək də qeyd edə bilərik ki, gün, ay, qərinə, il tipli isimlər müəyyən miqdar saylarından sonra işləndikdə burada cəmlənmə hadisəsi baş verə bilər. Müəyyən miqdar sayları, qeyd edim ki, uşaqlar müəyyən miqdar sayları ilə deməli isimlər arasında numarativ sözlər işlənə bilər. Həmin numarativ sözlərə hansıları aiddir? Ədəd, dənə, sonra qab, cüt, dəfə, baş, top, metr, litr, vaqon, stəkan, çimdik, tikə, göz, nəfər, nəfər qeyd etmişəmmi? Yox, nəfər, ton və s. kimi. Deməli, sonra dəst var, yadıma düşdükcə də qeyd edim. Dəst var, cütü qeyd etmişik, ədədi qeyd etmişik və vedrə var, kilo var. Bunlar müəyyən miqdar sayları ilə
Deməli, isimlər arasına artırılan numarativ sözlərdir. Qeyd edək ki, numarativ sözlər də iki yerə ayrılır. Əsas vəzifəsi numarativ söz olanlar və bir də numarativ söz kimi də işlənə bilənlər qeyd edək. Bunlar əsas vəzifəsi numarativ söz olanlara biz aid edirik. Ədəd, cüt, dəst, sonra litir, metr, sonra burada qeyd etməmişik, qoy qeyd edim, qram, sonra nəfər, və ton. Bunlar əsl numarativ sözlərdə adlanır. Yəni bunların əsas vəzifəsi numarativ söz olmaqdır. Misal üçün 5 ədəd alma, 3 nəfər qadın və s. 2 litr süd və s. kimi bu formada işlədilir. Qalanlar isə numarativ söz kimi də işlənə bilən sözlər. Misal üçün deyək ki, qabları yudum, burada qab olacaq isim, amma desəm ki 3 qab yemək ver mənə, burada artıq numarativ söz kimi işlənmiş olacaq. Numarativ sözlərində işlənmə məqamına fikir vermək lazımdır. Numarativ sözlər o zaman numarativ söz olur ki, sayla isim arasında işlənmiş olsun. Qeyri-müəyyən miqdar sayları. Qeyri-müəyyən miqdar saylarına aiddir. Az, çox, çoxlu, azacıq, az-çox, minlərlə, yüzlərcə, 5, 6, 3, 4, 1, 2 tipli saylar, xeyli və s. bunlar aiddir. Qeyd edelim ki, qeyri-müəyyən miqdar saylar qurulur ki, 3 növə ayrılır. Birinci sadə. Sadə qeyri-müəyyən miqdar saylarını biz aid edə bilərik. Çox, az, xeyli və s. İkinci düzəltmə qeyri-müəyyən miqdar sayları. Bayaq biz sayın deməli quruluşçu növlərini keçəndə dedik ki, hansı leksik şəkilçilərlə, yəni saylar yaranır. Orada lu şəkilçisi, misal üçün çoxlu, acıq, azacıq, larla, minlərlə, larca, yüzlərcə. Bunlar düzəltmə qeyri-müəyyən miqdar saylardır və gəlirik mürəkkəb qeyri-müəyyən miqdar sayları. Mürəkkəb qeyri-müəyyən miqdar saylarına da misal üçün aid edə bilərik 3, 4, 5, 6, 7, 8 bu tipli saylar mürəkkəb qeyri-müəyyən miqdar saylardır. Qeyri-müəyyən miqdar saylarına olan bir sıra və bir çox saylarından sonra gələn bir sıra insanlar, bir çox məktəblər və s. deyə bilərik. Sonra az, çox, sonra çox, çoxlu, onlarla, yüzlərcə tipli saylardan sonra, daha doğrusu çox, çoxlu, onlarla yüzlərcə saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Misal üçün, onlar da insan, onlar da insanlar bu formada deyə bilərik. Qeyd edeyim ki, 3, 4, 5, 6, 7, 8, 9, 10 tipli qeyri-müəyyən miqdar sayları da isim arasında numarativ söz işlənə bilər. Misal üçün, 3, 4 nəfər adam. Biz bayaq qeyd etmişik ki, numarativ sözlər müəyyən miqdar sayları ilə isimlər arasında artırılır, amma bu tipli saylardan sonra da numarativ söz işlənə bilər. Qalan saylardan sonra isə yox. Qalan saylardan sonra gələn isimlər isə hər zaman təkdə işlənir, yadda saxlayırıq. Bu saylara biz həm də təqribi təxmini saylardır demiş oluruq. Bunu da yadda saxlayaq. Kəsir sayları tamın hissəsini bildirir. Deməli, misal üçün 5-də 3, 5-də 3, 2-də 1, 1 və s. Kəsir sayları da müxtəlif formalarda yazıla bilər. Həm kəsirlə yazıla bilər, həm vergüllə yazıla bilər, həm sözlə yazıla bilər, müxtəlif formalarda yazıla bilər və nə qədər, neçə hissə, nə qədər, neçə hissə,
suallarına cavab verir. Kəsr sayları qeyd edim ki, quruluşca yalnız mürəkkəb olur. Kəsr saylarını biz yaratmaq üçün yerlik hal şəkilsi, dadə şəkilsindən də deməli istifadə edirik. Yəni müəyyən miqdar sayların üzərinə yerlik hal şəkilsi olan dadə qoşulur. Deməli, kəsr sayları rəqəmlə yazılanda vergüldən istifadə edirik. Misal üçün, tutaq ki, deyirəm 0,5 rəqəmlə yazırıq. Bu formada yazmış oluruq. Bunu kəsrlə də yaza bilərik, sözlə də yaza bilərik. Və gəlirik ikinci növ sıra sayları. Sıra sayları əşyanın sırasını bildirir, neçənci sualına cavab verir. Bəzən də hansı sualına cavab verir. Sıra sayları cümlədə adətən deməli təyin vəzifəsinə çıxış edir. Ümumiyyətlə say daha çox təyin vəzifəsinə çıxış edir. Qeyd edeyim ki, sıra sayları miqdar saylarının üzərinə ıncı şəkilsi artırmaqla düzəlir. Bayaq da biz qeyd etdik ki, filan, son, axır sözlərinin üzərinə də ıncı şəkilsi artırmaqla sıra sayı yaratmaq olur. Sıra sayları ərəb rəqəmləri ilə yanaşı Roma rəqəmləri ilə də yazılır. Biz Roma rəqəmləri ilə yazarkən sıra sayını yaratmaq üçün müxtəlif formalardan istifadə edirik. Tutaq ki, birinci bu forma var. Sonra bir yanında tutaq ki, nöqtə və yaxud da bir yanında yarım mötərəzə. Bunlar hamısı sıra sayının ıncı şəkilsini ifadə etmiş olacaq. Qeyd edim ki, Roma rəqəmlərində biz şəkilçilərdən istifadə etmirik. Çünki Roma rəqəmləri miqdar saylarını yox, sıra saylarını ifadə etmiş olur. Roma rəqəmlərində 1 bunu ifadə edir. Sonra el var. El 50'dir. X 10. Sonra C 100. Daha sonra D 500. M 1000 ifadə etmiş olacaq. Qeyd edeyim ki, adətən özündən misal üçün 50-dən kiçiyi ifadə etmək üçün biz eldən sola rəqəmlə, yəni Roma rəqəmi artırırıq. Çoxu ifadə etmək üçün isə sağ tərəfə Roma rəqəmləri ifadə etmiş oluruq. Misal üçün tutaq ki, 10-dur, 9-u ifadə etmək üçün belə ifadə edəcək. Amma 11-i ifadə etmək üçün isə sağ tərəfə Roma rəqəmi artırmış olacaq. Saylar cümlədə əsasən təyin vəzifəsinə çıxış edir. Lakin cümlədə deməli xəbərlik çəkilisi qəbul edərək ismi xəbər də ola bilər. Qeyd edim ki, say isimləşərək də ismi xəbər ola bilər, isimləşmədən də ismi xəbər ola bilər. Ümumiyyətlə say cümlənin digər cümlə üzvləri bütün cümlə üzvləri vəzifəsinə çıxış edə bilir. Daha çox təyin vəzifəsi, isimləşdikdə isə mübtəda və tamamlıq vəzifəsinə çıxış edə bilir. O cümlədən saylar zərflik vəzifəsində, ismi xəbər vəzifəsində çıxış edə bilir. Deməli, sayların bir sıra başqa nitq hissələri ilə amonimliyi də var. Onları da qeyd edelim. Misal üçün bir sayı həm ədat, həm də say kimi işlənə bilər. Misal üçün deyirəm ki, bir mənə bax görüm. Burada ədat kimi işlənmiş olacaq. Bir də deyirəm ki, sinfə bir nəfər qız daxil oldu. Burada isə say kimi işlənmiş olacaq. Sonra 40 sayı 40 sözlə ifadə edəcəm. 40 həm say olaraq 40 ədədini bildirir, həm də 40maq feillə amonimliyi var. Az sözü qeyd edim ki, zərflə amonimlik təşkil etmir. Azmaq feilindən təşkil edir. 80mək, 80 say kimi və 80mək feil kimi işlənir. 1000 sözü, 1000 deməli, minmək feili və min sayı kimi işlənir və çox ədad və say kimi işlənə bilir. Qeyd edim ki, zərf kimi çox deməli amonimlik yaratmır. Amonimlik olaraq ədadla amonimlik yaratmış olacaq. Saylara aid heç bir qrammatik şəkilçi yoxdur. Qeyd edim uşaqlar. Saya aid leksik şəkilçilər isə məhdud saydadır. Bayaq onları qeyd etdik. Bitişik yazılan say yoxdur. Saylar bayaq da qeyd etdim ki, isimləşmədən də
ismi xəbər vəzifəsinə çıxış edir. Dərsin əvvəlində qeyd etdim ki, ən çox milli sözlərdən ibarət olan nitq hissələrimizdən biri də saydır. Qeyd edim ki, 0, 80, milyon, milyard, trilyon saylarından başqa qalan bütün saylar bizim öz milli saylarımızdır, yadda saxlayırıq. Saylar bəzən cümlədə isimləşərək ismin xüsusiyyətlərini daşıya bilir. Yəni sifətin isimləşməsini keçmişik, sifət substantivləşirdi. Say da ismin xüsusiyyətlərini daşıyaraq substantivləşə bilir. Bu zaman o ismin sualına cavab verəcək, isim kimi hallanacaq, isim mənsubiyyətə görə dəyişəcək, cəmlənə biləcək. Cümlədə ismin, daha doğrusu cümlə özü olaraq mübtəda, tamamlıq və ismi xəbər vəzifəsinə çıxış edəcək. Qeyd edeyim ki, say cümlədə ismi xəbər vəzifəsinə çıxış edəndə isimləşmədən də ismi xəbər vəzifəsinə çıxış edə bilir. Saylar söz yaradıcılığında da rolu böyükdür. Misal üçün bir sayından müxtəlif sözlər birlikdir, birlik ismi, bir günlük misal üçün mürəkkəb sifəti, birincilik ismi, sonra birgə zərfi, birləşmək feili və s. yaranır. Az sözündən, az sayından, azlıq yenə də azalmaq, azdan çoxdan zərfi və s. yaranmış olacaq. Çox sayından, çoxlu, yenə say yaran, çoxluq isim, çoxdan ki sifəti çoxalmaq feili və s. yaranmış olacaq. 2 sayından, ikilik ismi, ikinci sayı, ikiləşmək feili və s. kimi yaranmış olacaq. Bu da bizim əsas nitq hissələrimizdən biri olan sayın izahıdır. Say qeyd edim ki, həm şəkilçisi azdır, həm də rahat yadda qalan nitq hissəmizdir. Bu qədər. Sağ olun.